Marneolidə reqbi üzrə qızlar klubu yaranıb. Qızlarımız martın 15-də keçiriləcək yarışa hazırlaşırlar. Marneoli bələdiyyəsində bir ildən çoxdur ki, Armazi adlı reqbi üzrə qızlar klubu fəaliyyət göstərir. Komanda 25 qızı bir məqsəd uğrunda birləşdirir. Qeyri-şərtsiz liderlik. Gənc reqbi oyunçularının gündəlik işləri intensiv məşq və oyuna maksimum diqqət yetirməkdən ibarətdir. Gənc yaşlarına və fərqli baxış bucaqlarına baxmayaraq, reqbiyə olan sevgiləri onların ümumi qələbəsi üçün vacib şərtdir. Gürcüstanda qızların reqbi komandalarının hələ də formalaşma mərhələsində olduğunu nəzərə alsaq, Marneolidəki Armazi reqbi klubunun qızlar komandası diqqət mərkəzindədir. Bu bölgədə qızlar klubunun yaranması barədə məlumat yayılanda əvvəlcə cəmi 10 qızımız var idi. Bizim fəaliyyətlərimiz nəticəsində 25 qız kluba cəlb edildi. Əminliklə deyə bilərik ki, bu fəxr olunası nəticədir. Qızlar komandasının inkişafı üçün böyük addımlar atıldı. Qızlarımız inkişaf edirlər. Bir ildir reqbiyə gəlirəm, çox yaxşıdır, bəyənirəm. İstəyirəm daha çox məşq edəm, güclənəm. Başqa qızları da bizə qatılmağa çağırıram. Reqbi yaxşı oyundur. Dostlarımla birlikdə bir ildir oynayırıq və daha da yaxınlaşdıq. Yarışlarda da olduq. Bu komanda oyunudur. Komanda olaraq oynamasaq qalib olmarıq. Martın 15-də Marneolinin qızlardan ibarət reqbi komandası Kutaisidə baş tutacaq festivalda ilk rəsmi oyununu keçirəcək. Xatırladım ki, Marneoli bələdiyyəsinin idman məktəbinin əsas prioritetlərindən biri də qızların idmana cəlb olunmasıdır. Bu prosesə dəstək olmaqdır. Marneolinin qızlar klubu festivala qatılacaq. Onlara uğurlar arzulayıram. Nəzərə alsaq ki, reqbi üzrə Armazi qızlar klubu bir ilə yaxındır yaranıb, məşqçilər komandanın gələcəkdə daha da gücləndiriləcəyini bildirərək, azarkeşlərə gələcəkdə çempion statusuna çatacaqlarına söz verirlər.